Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizə üçbucaqlar haqqında danışacağam. Dərsi izahına keçməzdən əvvəl onlayn dərslər barədə məlumat almaq üçün ekranda gördüyünüz nömrə ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Üçbucaqlar geniş bir mövzu olduğu üçün part 1 üçün 6 dənə başlığa ayırmışam. Yəni part 2-də davamı olacaq. Bugün part 1-in, yəni birinci mövzuların izahını verəcəm və üçbucaqlar haqqında ümumi məlumatlarla başlayacağam. Əvvəlcə üçbucaq nədir? Bir onu xatırlayaq. Deyirik ki, müstəvi üzərində bir düz xətt üzərində olmayan 3 nöqtənin ardıcıl cüt-cüt birləşməsindən alınan fiqura üçbucaq deyilir. Deməli, əsası nədir? Müstəvi üzərində olsun. Bir düz xətt üzərində olmayan, yəni baxın, bir düz xətt üzərində bu deməkdir. Bir dənə düz xətt çəksəm, bu nöqtələr belə ola bilməz. Bir düz xətt üzərində olmayan 3 dənə nöqtənin ardıcıl cüt-cüt birləşməsindən alınan fiqura deyilir üçbucaq. Deməli, buradan o nəticəyə gəlir ki, üçbucaq müstəvi fiqura aiddir. Burada üçbucağın bu deməli adlandırsaq A, B, C üçbucağı. A, B və C nöqtələri üçbucağın təpə nöqtələridir. Qara ilə göstərək. Üçbucağın 3 dənə təpə nöqtəsi olur əziz şagirdlər. Üçbucağın 3 dənə tərəfi olur. Hansı ki biz o tərəflərə bu üçbucaq üçün AB tərəfi, BC tərəfi və AC tərəfi deyəcəyik. Və üçbucağın 3 dənə daxili bucağı olur. Baxın, bucaq A bir alfa desəm, bucaq B-yə bir beta desəm, bucaq C-yə də bir gamma desəm, 3 dənə deməli ki, daxili bucağı olur. Üçbucaqda həmin o daxili bucaqların cəmi, yəni alfa üstəgəl o beta üstə gamma, baxın 3 dənə bu daxili bucağın cəmi hər zaman 180 dərəcəni verəcək. Bu üçbucağın oxunuşu adətən belə olur ki, balaca bir üçbucaq işarəsində deyilir. Üçbucaq A, B, C kimi oxunur. Mən hər hansı bir təpədən, məsələn A təpəsindən başladım, o formada da oxudum. Yəni təpə nöqtələrinin adı 3 dənə hərf yazılır. Bu formada da olur ki, bu A, B, C üçbucağı. Biz dedik ki, bu üçbucağın daxili bucaqlarının cəmi 180-dır. Amma burada üçbucağın xarici bucaqlarından da biz danışmalıyıq. Necə olur? Yenə bir dənə üçbucaq çəksəm, üçbucağın xarici bucağını necə göstərirlər? Baxın, tərəfin uzantısını belə çıxartsam, bu tərəfin də uzantısını belə çıxartsam, həmçinin buradan da bu uzantını bu cür çıxartsam. Biz daxili bucaqda bura demişdik ki, adlandırsam bura olsun A, B, C üçbucağı. Mən bura bir alfa demişdimsə, bu çöl olsun, onda alfa ştrix, xarici bucağı olsun alfa ştrix. Sonra bura bir beta demişdimsə, hərfləri düzəldək, belə deyək də A-ya alfanı yazaq. Alfa bucağıdırsa, bunun xarici olsun alfa ştrix. Bir mənası yoxdur, sadəcə daha səliqəli olsun deyə deyirəm. Beta olsun daxili bucaq, beta iştirix onun xarici bucağı. Həmçinin gamma olsun daxili bucaq, gamma iştirix də olsun onun xarici bucağı. Xarici bucaqlar isə uşaqlar, yəni alfa iştirix üstə gəlsin beta iştirix, üstə gəlsin gamma iştirix, bərabər olur 360 dərəcəyə. Deməli, üçbucağın daxili bucaqlarının cəmi 180, xarici bucaqlarının cəmi isə 360 dərəcə olur. Daha sonra burada hər daxili bucağın özünün xarici bucağı, yəni alfa ilə alfa iştirixin cəmi 180 verir. Həmçinin beta ilə beta iştirixin cəmi də 180 dərəcə verir. Gamma ilə gamma iştirixin cəmi də 180 dərəcə verir. Çünki alfaya qonşudur da alfa iştirix. Biz də demişdik ki, qonşu bucaqların cəmi 180 dərəcə olur. Bir də bəzən şəkli belə görəndə, baxın bu tərəf belə uzatsam, bu tərəfi də belə uzatsam belə. Həmçinin
burada da bunu belə uzatsam, bunu belə, sonra bu da belə uzalsa, bu da belə. Bura alfadırsa, bura da alfadır. Çünki qarşılıqlı bucaqlarda bura alfadırsa, bura belə deyək də, bura alfadırsa, bura alfadır. Buranı beta götürək, fərqli olsun bucaqlar. Burada qammadırsa, bu da qamma olur, qarşılıqlı bucaqlar deyə. Üçbucağın tərəflərinin kəsişməsindən onun daxili bucaqlarına bərabər bucaqlar alındı gördüyünüz kimi. Həmin bucaqlar uşaqlar xarici bucaq deyil. Yəni siz bunu xarici bucaq deyə bilməzsiniz. Bu xarici bucaq deyil, sadəcə daxili bucağa bərabər kəsişmədən alınan bucaqdır. Yəni xarici bucağı gördüyünüz kimi bu formada göstərmişdik biz. Bir dənə uzantı çıxır, oradan alınır. Belə. Burada çox mühüm indi bir qayda deyəcəm. Üçbucaqlar haqqında çox vacibdir bu qayda. Yadınızda saxlayın. Üçbucağın bir xarici bucağı. Xarici bucağı da buradan çıxıntı formada göstərirəm. Bura olsun. Həmin bucağa deyim ki, bir qammaşdırıq. Üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Nədir ona qonşu olmayan? Biri budur, bura alfa deyək. Biri də budur, buna beta deyək. Baxın, bura qonşu deyil də, buna qonşu deyil. Alfa ilə betanın cəmi bərabər olacaq. Qammaşdırıq. Yəni, bu iki dənə daxili bucağın cəmi bərabər olacaq bu xarici bucağa. Çox mühüm qaydadır. Buna aid misallarda çox çıxacaq qarşınıza. Bir dənə bəsit bir nümunə də verim. Məsəl üçün, belə bir sual verir ki, deyir, bura 80 dərəcədir. Buranı verib bir dənə x, buranı da verib məsəl üçün 170 dərəcə. Deyir ki, x-i tap. Qayda nədir? 80 üstə gələk x, yəni 2 dənə bu daxili bucağın cəmi bərabər olmalıdır 170-ə. Buradan da x bərabər olur 90 dərəcə. Deməli, mənim x bucağım 90 dərəcədir. Belə. Uşaqlar, tərəflərinə görə üçbucağın növləri. Birinci tərəfinə görə üçbucağın növü müxtəlif tərəfli, ixtiyari üçbucaqdır. Məsəl üçün çəkirəm A, B, C. A, B, C üçbucağı və burada mütləq A fərqlidir B, o da fərqlidir C olmalıdır. Təbii ki, üçbucağın tərəfi 0 ola bilməz deyə, yəni fərqlidir 0 yazmıram da, üçbucağın tərəfi necə 0 olsun? A, B, C bir-birindən amma fərqli ədədlər olmalıdır. Məsələn, buna aid bir nümunə göstərsəm, bura 4 olsun, bura 5 olsun, bura 6 olsun. Baxın, üç tərəfin üçü də bir-birindən fərqlidir. Buna deyirlər, deməli, müxtəlif tərəfli üçbucaq. İkinci üçbucağın tərəfinə görə növü, bu birinci idi, müxtəlif tərəfli. İkinci, bərabər yanlı üçbucaq. Bax, adından bəlli. Bərabər yanlı üçbucaq nədir? Yəni, yan tərəfləri bərabər olsun. Mən də indi şəkil yaxşı alınmadı. Bir də cəhd eləyək. Bərabər yanlı üçbucaq. Yan tərəfləri bərabər olsun. Oturacaq isə fərqli. Buna deyirlər bərabər yanlı üçbucaq. Məsəl üçün, A6 olsa, bu A da 6 olsa, bura olsun 7. Yəni, bərabər yanlı üçbucağın yan tərəfləri bərabər olur. Bərabər yanlı üçbucaq haqqında da irəliləyən, yəni part 2-də geniş danışacağam. Burada amma bir dənə onu deyim ki, bərabər yanlı üçbucağın yan tərəfləri də bərabər olur uşaqlar. Oturacağı bitişik bucaqlar da bərabər olur. Yəni alfa, alfa. Amma daha geniş formada yəni danışacağam. Üçüncü isə bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaq odur ki, üçü də bir-birinə bərabər olsun. Məndə yaxşı alınmır niyəsə şəkil. Bir də cəhd eləyək, oldu. Deməli, A, burada A, burada A. Bərabər tərəfli üçbucağın uşaqlar daxili bucaqları 60 dərəcə, 60 dərəcə olur. Geniş formada isə yenə deyirəm, irəliləyən vaxtda danışacağam. Bərabər tərəfli üçbucaq deməli, tərəfinə görə olan üçüncü növ idi ki, burada artıq üç tərəfin üçü də bir-birinə bərabərdir. Məsəl üçün, bura 5-dirsə, bu da 5 olacaq, bu da 5 olacaq. Belə. Sonra isə danışaq üçbucağın tərəfləri və bucaqları arasındakı münasibətdən.
Əvvəlcə bilməliyik ki, üçbucaqda böyük tərəf böyük bucağın, kiçik tərəfi isə kiçik bucağın qarşısında dayanır. Məsələn, bir dənə üçbucaq şəkli çəkirəm. Adlandıraq A, B, C üçbucağı. Bucaqlarını da adlandıraq ki, alfa bucağı, bura olsun beta bucağı, bura olsun bir qamma bucağı. Mən deməli C-nin baxdığı tərəfə C deyirəm, A-nın baxdığı tərəfə A deyirəm, B-nin baxdığı tərəfə də bir kiçik B deyirəm. O da deməyimin mənası odur ki, yəni A, B formada tərəf kimi yazanda daha geniş görünür. Belə yəni kiçildilmiş formada yazıram. Dedik ki, əgər alfa bucağı böyükdür beta bucağı, böyükdür qamma bucağı olarsa, yəni ən böyük bucaq alfadır. Onda alfanın qarşısındakı tərəf də ən böyük tərəf olur. Yəni A tərəfi böyükdür B tərəfindən, o da böyükdür C tərəfindən. Bucaqlara görə uşaqlar, üçbucağın növləri, bayaq tərəflərinə görə danışmışdıq. İndi bucaqlarına görə danışıram. Birinci iti bucaqlı üçbucaq. İti bucaqlı. Nədir iti bucaqlı üçbucaq? Adından bəlli. Bütün bucaqları iti olsun. Şəkil çəksə bir dənə üçbucaq şəkili. Bura alfa, bura beta, bura qammadır. Və mütləq şəkildə alfa da kiçikdir 90 dərəcə olmalıdır. Beta da kiçikdir 90 dərəcə olmalıdır. Qamma da kiçikdir 90 dərəcə olmalıdır. Çünki biz nə demişdik? İti bucaq 0-90 aralığındadır. Düzdür? Deməli, bucaqlarına görə üçbucağın birinci növü bu. Məsələn, burada alfa olsun 60 dərəcə, beta olsun 70 dərəcə, qamma da olsun 50 dərəcə. Yəni demək istədiyim odur ki, iti bucaqlı üçbucaqda bucaqların üçü də iti bucaq olur. İkinci növ düz bucaqlı üçbucaqdır. Geniş formada düz bucaqlı üçbucaqdan danışacağam irəliləyən vaxtda. Hələ ki, ümumi məlumat verim ki, düz bucaqlı üçbucaqda deməli şəklini çəkək. Bir bucağı düz bucaq olur. Həmin bucağı da bir alfa desəm, yəni alfa bərabər də 90 dərəcə olur. Uşaqlar, üçbucağın bir bucağı əgər düz bucaqdırsa, yerdə qalan iki bucaq mütləq iti bucaq olmalıdır. Çünki biz qaydada nə dedik? Alfa, beta, qamma cəmi 180 dərəcə olmalıdır. Yəni üçbucağın daxili bucaqların cəmi 180-dir. Əgər mən bunun birinə 90 dərəcə demişəmsə, düz bucaqlı üçbucaq şərti vermişəmsə, onda beta plus alfa və qamma da 90 dərəcə olmalıdır ki, bu 90-la bu 90-ı toplayanda cəmi 180 olsun. Bu iki dənə bucağın cəmi 90 verdiyi yeganə hal nədir? Hər iki bucaq, yəni beta və qamma iti bucaq olsun. Deməli, alfa 90 dərəcə olarsa, beta da kiçikdir 90 dərəcə olur, qamma da kiçikdir 90 dərəcə olur. Bu üç bucağın bucağına görə ikinci növü idi. Və üçüncü növü. Üçüncü növü hansıdır? Kör bucaqlı üçbucaq. Kör bucaqlı üçbucaq deməli, şəklini çəkməyə çalışaq. Aha, belə bir üçbucaqdır. Kör bucaqlı üçbucaq adlandırsam A, B, C. Bu alfaya kör bucaq kimi yanaşırıq. Məsəl üçün, atıram özümdən olsun ki, alfa olsun 130 dərəcə. Kör bucaq nə idi? 90-180 aralığında bucaq kör bucağı idi. Deməli, alfa məsələn dedim, 180 dərəcə. Yəni alfa belə yazaq ki, 90 dərəcə ilə 180 arasındadır. Alfa deməli kör bucaqdırsa, yəni bucaqlardan biri kör bucaqdırsa, yenə digər bucaqlar beta və qamma hökmən kiçikdir 90 dərəcə olmalıdır. Yəni ikisi də iti bucaq olmalıdır ki, cəm 180 dərəcəni verə bilsə. Məsəl üçün, bura 130 dərəcə olarsa, deməli, bura olsun 30 dərəcə, burada olsun 20 dərəcə ki, cəm 180-i versin. Deməli, üç bucağın yalnız bir bucağı kör bucaq ola bilər və ya üç bucağın yalnız bir bucağı düz bucaq ola bilər. Bunu unutmayın. Başlayaq üç bucaq bərabərsizliyi və üç bucağın perimetrindən danışmağa. Ümumiyyətcə, perimetr, üç bucağın perimetri onun tərəflərinin uzunluqları cəminə
deyilir. Və P hərfi ilə işarə olunur. Bir dənə üçbucaq çəkək. Bura olsun A, bura olsun B, bura olsun C. Onda P, belə yazaq ki, ABC. Baxın, belə balaca formada da ətəyindən yazılır. PABC A plus B plus C'dir. Yəni üçbucağın perimetri tərəflərin cəminə bərabərdir. Üçbucaq bərabərsizliyi çox diqqətli olursunuz. Suallar da qarşınıza çox çıxa bilər. Ona görə bu hissəyə diqqətlə qulaq asırsınız. Birinci danışacağım ixtiyari üçbucaq üçün üçbucaq bərabərsizliyi. Yəni ixtiyari üçbucaqda. Üçbucaq bərabərsizliyi necə olur ixtiyarda? Bir tərəf digər iki tərəfin fərqinin modulundan böyük, cəmindən isə kiçikdir. Bu şərt ödənməsə, tərəfi ABC olan üçbucaq qurmaq mümkün deyil. Bir dənə üçbucaq çəkirəm. Bura olsun ABC tərəfləri. Buna bir C deyək, buna bir B deyək, buna bir A deyək. Üçbucaq bərabərsizliyi mənə deyir ki, məsələn A tərəfi üçün işləyirəm. A tərəfi digər iki tərəfin fərqinin modulundan böyük, cəmindən isə kiçik olur. Digər tərəf üçün işləyirəm. Olsun B tərəfi. Qayda eynidir. B tərəfində yenə istifadə eləmədiyim tərəflər hanı? C ilə A. Bax, C ilə A-nın modulundan böyükdür B tərəfi. C ilə A-nın cəmindən isə kiçikdir. Hansı qaldı bir dənə? C. İndi C üçün işləyək. C tərəfi istifadə etmədiklərimiz hansıdır? A ilə B cəmindən kiçikdir. A ilə B-nin fərqinin modulundan isə böyükdür həmin o C tərəfi. Belə. Bu ixtiyari üçbucaq üçün idi. İndi suallarda da bu sizin qarşınıza çıxa biləcək. Məsəl üçün bu tərəfi verəcək, tutalım belə bir şey. Bura olsun C tərəfi, bura olsun məsəl üçün 7, bura olsun 6. Deyəcək ki, C məsəl üçün şərtdə verəcək ki, üçbucağın məsəl üçün deyəcək 2 tərəfini vermişəm 6 ilə 7. O üçüncü tərəfi C. Ala biləcək tam qiymətlərin tapın. Bizdə nə dedik ki, C kiçikdir bunların cəmindən, böyükdür bunların fərqinin modulundan. 7-dən 6 çıxanda 1, C kiçikdir 7-nin də üstünə 6 gələndə 13. Deməli, C nələr ala bilərmiş burada? 2, 3, 4, ta hara qədər 12 daxil olmaqla qiymətlər ala bilərmiş. Belə. Bu, yenə deyirəm, ixtiyari üçbucaq üçün idi. Daha sonra verəcək ki, bizə ikinci olsun, alfa kiçikdir 90 dərəcə. Olarsa verilmiş bucaq iti bucaqdır. İşləyirik bu üçbucaq üçün. Bir dənə üçbucaq çəkirəm. ABC. Bura alfadır və bizə şərtdə deyib ki, alfa kiçikdir 90 dərəcədir. Bu halda nə olur? Həmin bu A tərəfi, haydi məsəldə bura C-dir, burada B-dir. A tərəfi kiçik olur. Digər iki tərəfin kök altında kvadratları cəmindən, bax C-nin kvadratı üstə B-nin kvadratı. Böyük olur. Fərqinin modulundan. Vəssalam. B-C. Bu formada da deməli yazılır. Buna aid bir dənə nümunə göstərsəm, bir dənə belə üçbucaq çəksək. Bura alfadır və alfa şərtdə vermişəm ki, alfa kiçikdir 90 dərəcə. Olarsa deməli x bərabərdir sual. Bura x olsun, bura 5 olsun, bura isə 9 olsun. Deməli, alfa kiçikdir 90 dərəcə şərti konkret verilərsə, yəni bir bucağı 90 dərəcədən kiçikdirsə, qaydamız nədir? Həmin o x kiçik olur. Digər tərəflərin kök altda kvadratlarının cəmindən, yəni 5-in kvadratı üstə 9-un kvadratı böyük olur fərqinin
modulundan. 9-dan 5 çıxırıq 4, kiçikdir x, kiçikdir 5-in kvadratı. Deməli 25, 9-un da kvadratı eləyir 81. 25 ilə də 81-i toplayanda burada eləyir kök altında 106. Sonra buradan da 4 kiçikdir x kiçikdir kök altında 106-dan təqribən 10 tam neçəsə çıxar, atıram məsələn 10 tam onda 2. Amma ondan böyükdür də. Onda buranı ödəyən ədədlər, x ödəyən ədədlər olar 5, 6, 7, 8 və 9. Bir də onun özü. Deməli, x ödəyən ədədlər budur. Bu alfa kiçik idi 90 dərəcədən. İndi üçüncü şərt verər ki, alfa böyükdür 90 dərəcə. Alfa böyükdür 90 dərəcə, yəni verilmiş bucaq kör bucaq olarsa, onda uşaqlar, olur ki, üç bucağı yenə çəkim ki, daha aydın görəsiz. Bura alfadır, bura A olsun, bura B olsun, bura C. Alfa 90 dərəcədən böyük olarsa, həmin o A tərəfi kiçik olur. B plus C'dən, sadəcə bu formada, B plus C'dən böyük olur, həmin bu A tərəfi böyük olur. Kök altında A kvadratı üstə gəl, B'nin kvadratından diqqətli olun. Şərt verir ki, alfa böyükdür 90 dərəcədir. Onda alfanın baxdığı tərəf, həmin bu A tərəfi böyük olur digər iki tərəfin, kiçik olur digər iki tərəfin cəmindən. Böyük olur kök altında kvadratları cəmindən. Nümunədə yenə bayaqki elə misal kimi bir nümunə ilə işləmək olar. Belə, bu üçüncü olsun. Birini də deyim, dördüncü. Dördüncü də bu səfər nə deyəcək? Alfa, beta, gamma, yəni üç bucağın üç dənə o daxili bucağı. Hər biri iti bucaq olarsa, yəni alfa da kiçikdir 90 dərəcə, beta da kiçikdir 90 dərəcə, gamma da kiçikdir 90 dərəcə. Bayaq bir dənəsini göstərmişdim, iti bucağı idi. Burada isə deyirəm, üçü də iti bucaqdır. Yəni üç bucaq iti bucaqlı üç bucaqdır. Üç bucağın şəklini çəkək. Olsun ABC üç bucağı. Bura olsun alfa, bura olsun beta, bura olsun deməli gamma. A tərəfi, B tərəfi, C tərəfi. Üç bucaq iti bucaqlı üç bucaqdırsa, yəni üç dənə bucağının hər biri 90 dərəcədən kiçikdirsə, onda birinci işləyirəm A tərəfi üçün. Həmin o A tərəfi uşaqlar. Deməli, kiçik olur digər iki tərəfin kvadratları cəmində. C kvadratı üstə B kvadratı. Böyük olur həmin digər iki tərəfin modulda kvadratları fərqində. İndi bu A tərəfi üçün idi. İndi B tərəfi üçün işləyirəm. B tərəfi üçün işləyirəmsə hansı iki hərf qaldı? Qaldı B getdisə C qaldı. Yəni C kvadrat üstə A kvadratı. Bu tərəfdə də kök altında C kvadratı çıxılsın A'nın kvadratı. Sonra bir də hansı tərəf qaldı? C tərəfi. Hansı hərflər qalıb? A kvadratı üstə B kvadratı. Bir də bu tərəfdə də kök altında modulda A kvadratı çıx B kvadratı. Və salam. Bu bərabərsizlik deməli doğrudur. Hər üç dənə bucaq, üçü də iti olarsa uşaqlar. Belə, bu da üç bucaq bərabərsizliyi haqqında deyəcəklərim. Gəlirəm mediandan danışmağa. Median. Median üç bucağın təpəsindən başlayıb qarşı tərəfin ortasını birləşdirən parçaya median deyilir. Bu median təm bölən hündürlüyün qaydasını yaxşı bilin, fərqləndirməyi bacarın. Deməli, ABC üç bucağı çəkirəm. Dedik ki, üç bucağın təpəsindən başlayıb qarşı tərəfin ortasına endirilən, qarşı tərəfin ortasını birləşdirən düz xəttə median deyilir. Və həmin median, burada iki dənə tərəf alındı. Baxın, AM, BD'mdə oturacaq iki bərabər hissəyə bölündü. MC
qara ilə göstərim. Bura AM. Bunu da digər rənglə göstərim. Burada MC. Uşaqlar, həmin o parçalar, yəni 2 dənə o parça bir-birinə bərabər olur. Çünki median qarşı tərəfin ortasını birləşdirir. Ortadan ayırır yəni onu. Bu oldu median. BM medianı. Median deməli 3 dənə olur. 3 bucağın 3 təpəsi olduğuna görə 3 dənə median olur. Birini çəkdim B, digərini çəkim məsələn A-dan digər tərəfin ortasına. Bura olsun tutalım AK. Bir dənəsini indi çəkək. C-dən çəkirəm. Digər tərəfin AB tərəfinin ortasına. Burada olsun. Hətta tam nöqtəsini də üstünə qoyaq. Olsun ki bu da L. CL medianı. Baxın bu medianlar burada kəsişir. Həmin kəsişmə nöqtəsinə də G ağırlıq mərkəzi deyilir. G ağırlıq mərkəzi deyilir. Deməli, bir nöqtədə kəsişirlər özdə. Medianlar bir nöqtədə kəsişir və o kəsişmə nöqtəsi mütləq üçbucağın daxilində yerləşir. Belə, medianın xassəsi nədir? Medianlar bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2-1 nisbətində bölünür. Məsəl üçün nə deməkdir o? Bax, bu təpədən başlayıb bura 2 qıstısa, bu aşağı tərəf var ha, bura 2-dir. 2-1 nisbətindədir. Yəni BC-nin CM-ə nisbəti 2-nin 1-ə nisbətidir. Sonra digərinə keçsəm. Bu AC var, bir də bura. Daha tünd göstərməyə çalışım. Baxın bura. Bura 1-2Y olsa, onda bılıcı bir də bura. Ora olacaq Y. Deməli təpədəkinə 2, o da 2Y, aşağı tərəfinə isə Y deyirik. Həmçinin də bura üçün də göstərim ki, AC də yenə bir 2Z olsa, CK da Z olacaq. Deməli medianın xassəsidir bu. Təpədən başlayaraq 2-1 nisbətində bölünür. Belə. Sonra gəlirəm medianın tapılma düsturlarına. Medianın tapılma düsturları necə olur? Bir dənə üçbucaq çəkirəm. Olsun ki ABC üçbucağı və median üçün başlayıram birinci median. Olsun, tərəfləri də biz nə demişdik? Bura A deyək, bura B deyək, burada bir C tərəfi deyək. Buradan çəkdiyim olsun MB. Sonra digər rənglə buranı göstərim. Bura olsun AC, MC. Yox, MA-ya çəkmişəm axı, MA olsun da. Sonra qara da olsun C tərəfinə çəkirəm. O da olsun MC. Baxın 3 dənə median. Hər birinin tapılması necə olur? Median düsturu budur. MA üçün işləyirəm. Yəni düstur üçündə də eynidir. Sadəcə hansı deməli median tələb eləyirsə, hansı tərəfə çəkilmiş, o formada da tapılır. MA medianı düstur budur. 2-də 1 kök altında 2B-nin kvadratı üstə gələ 2C-nin kvadratı çıxılsın A-nın kvadratı. Necə yadınızda saxlayın? 2-də 1 3 düsturunun üçündə də olacaq, görəcəksiniz. Bax, çəkildiyi deməli tərəf yox. İndi məsəl üçün mən MA-nı işləmirəm, yəni A yox. Digər o 2 dənə tərəf var, C ilə B. Onların kvadratlarının 2 misli götürülür. Çəkildiyi tərəf isə həmin o kvadratların cəmindən çıxılır. Hansı? Bax, burada MA-nı tapıram. Tapdığım çıxılacaq kvadratı. İndi MB üçün işləyirəm. Rəngi dəyişək, qarışmasın. MB. Yenə düstur eynidir. 2-də 1, 2A kvadratı üstə 2C kvadratı. Hansı tərəfi çəkilmiş median tapıram? B tərəfinə. Deməli onu çıxıram. Belə. Bir də MC üçün MC. Yenə düsturda 2-də 1 kök altında 2 demək ki A kvadratı üstə 2B-nin kvadratı. Hansı tərəf tapıram? C tərəfini çıxıram. C-nin kvadratı. Digər tərəflərin qarşısında 2 olur. Amma çıxdığın qarşısında 2 olmur. Diqqətli olun orada. Bu da deməli median düsturlarıdır.
Bir dənə deməli istisna bir hal var. Necə tapılacaq o? Olur ki, üçbucağın daxilinə çəkilmiş medianlardan iki dənəsi bir-birinə perpendikulyardır. Bir dənə üçbucaq şəkli çəkək. Olsun AB, C üçbucağı. Buradan bir dənə MA medianı çəkdim. MA. Bir dənə də buradan deməli MB medianı çəkdim. Və burada 90 dərəcə alınırsa əgər, yəni MA perpendikulyar olarsa MB-yə, onda bu deməli düsturlar doğrudur. Birinci, MA-nın kvadratı üstə gələ MB-nin kvadratı bərabər olacaq MC-nin kvadratına, yəni digər tərəfə çəkilmiş medianın kvadratına. Bu medianlar arasında əlaqə idi. Yenə əgər meridianlar bir-birinə perpendikulyar olarsa, sizə elə bir şərt verərsə, onda tərəflər arasında əlaqə budur. A kvadratı üstə gəl B kvadratı bərabərdir 5C-nin kvadratına. Bu düsturda doğrudur. Bir də üçüncü, üçbucağın sahəsi, yəni medianlar bir-birinə perpendikulyar olarsa, üçbucağın sahəsi 3də 2 MA vurulsun MB şəklində tapılır. Yəni bu praktik olsun deyə bu düsturlarda sizə göstərmiş oldum. Sonra medianlarla deməli tərəflər arasında üçbucağın 3 dənə o medianı ilə 3 dənə tərəfin arasında əlaqə düsturu var. Düstur belədir. MA-nın kvadratı, yəni A tərəfinə çəkilmiş medianın kvadratı, üstə MB-nin kvadratı, üstə MC-nin kvadratı bərabər olacaq uşaqlar 4də 3 A kvadratı üstə B kvadratı üstə C kvadratı. Yəni əlaqə necədir? Medianların kvadratları cəmi bərabər olacaq medianların kvadratları cəmi, tərəflərin kvadratları cəminin 4-dən 3 hissəsinə bərabər olacaq. Bu da deməli tərəflərlə üçbucağın tərəfləri və medianları verildikdə əlaqə düsturudur. Biz indi medianların tapılmasını bildik. Yəni medianları düsturlarını yazdım. Nə formada tapılır? Tərəflər verildikdə median necə tapılır? Onu bildik. Bir də var, baxın, burada tərəflər var idi. Şərtlərdə tərəflər verəcək. Məsələn, A tərəfin, B tərəfin, C tərəfin qiymətini verəcək. Deyəcək, A tərəfinə çəkilən medianı tap. Bir də var, medianlar verilir, tərəf istəyir. Medianların qiymətləri verilir, tərəf istəyir. Düstur belədir. A tərəfi üçün 3də 2... 2 MA-nın kvadratı üstə gələ 2 MC-nin kvadratı çıxılsın MA-nın kvadratı. Tərəflərin verilmə düsturları ilə oxşuyur. Bir dənə orada 2də 1 idi qarşısında. Burada isə 3də 2-dir. Eyni qaydada B tərəfi tapanda nə edirik? Yenə 3də 2, 2 MA kvadratı. Deməli, burada MA yox, MB olmalıdır. Çünki A-nı tapırıq axı. Tapılan çıxılır da. Sonra B-də olanda 2 MA kvadratı üstə gələ 2 MC kvadratı çıxılsın MB-nin kvadratı. Deməli, təkrarən deyirəm, burada medianlar veriləcək üçbucaqda. Yəni medianların qiymətlərini verəcək. Biri 4 olar, biri tutan 5, biri nəsə 6, belə qiymətləri verəcək. Gətirib yerinə qoyub tərəfi taparsınız. Bir də C bərabərdir 3də 2 kök altında 2 MA kvadratı üstə gələk 2 MB-nin kvadratı. Bu B balacadır da burada medianın ətəyindədir. Yəni o nə deməkdir? B tərəfinə çəkilmiş medianın ölçüsü. Çıxılsın MC-nin kvadratı. Baxın belə. Deməli, bu da medianlara görə tərəflərin tapılması düsturları. Üçbucağın uşaqları medianı, yəni bir dənə medianı, onu sahəsini yarı bölür. Məsələn, ABC üçbucağı çəkmişəm. Buradan bir dənə median çəkmişəm. B medianı. Burada 2 dənə bərabər sahəli üçbucağı alınır. Yəni, bir median üçbucağı 2 bərabər sahəli üçbucağa bölür. Əgər yox, 3 dənə medianın 3-ü də çəkilərsə,
Yəni burada çəkilsin, digəri də çəkilsin, bu da çəkilsin. Burada necə olur uşaqlar? Deməli S, 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 S. 6 dənə bərabər sahəli üçbucaq yaranır. Əgər medianların üçü də çəkilərsə. Yox, əgər medianların ikisi çəkilərsə. Deməli, birini dedim, 3 dənə çəkiləndə dedim, qaldı 2 dənə çəkilən. Məsələn, buradan çəkilib, bir dənə də buradan çəkilib. Burada necə olacaq? Bu balacalara S deyəcəyik. Bu böyüklərə də 2S deyəcəyik. Bu formada deməli, üçbucağın 2 medianı çəkilərsə, sahə üçbucaq üçün bu formada olacaq. İndi davam edirəm tən böləndən danışmağa. Tən bölən. Qaydası diqqətli olun. Bu dediyim kimi mediandır, tən böləndir, hündürlükdür. Bunların qaydalarını yaxşı öyrənin. Nəyə xidmət elədiyini unutmayın. Tən bölən nədir? Üçbucağın hər hansı təpəsindən çıxıb, çıxdığı təpənin bucağını yarıya bölən, qarşı tərəfi birləşdirən parçaya tən bölən deyilir. Baxın, bir dənə üçbucaq çəkirəm. ABC üçbucağı. Məsələn, B tərəfindən tən bölən çəkirəm. Tən bölən nədir? Qarşı tərəfə çəkilsin, AC tərəfinə birləşdirdim. Olsun, məsəl üçün BD tən böləni. Amma özəlliyi nədir? Bu çıxdığı tərəf var, bu B tərəfi. Orada 2 dənə bərabər bucaq yaratmalıdır tən bölən. Tən bölən xassəsi budur. Üçbucağın 3 təpəsi olduğuna görə 3 dənə də tən bölən olacaq. Deməli, biri BD tən bölən olsun, biri AK tən bölən olsun, biri də CM tən böləni olsun. Deməli, 3 dənə təpəsi olduğuna görə 3 dənə tən bölən olur və tən bölənlər, yəni burada bərabər bucaqlar mütləq yaratmalıdır. Tən bölənin özəlliyi zaten budur. Aydın məsələdir ki, orada bucaq B də 2 alfaya bərabər oldu. Deməli, o 2 alfa yarı bölünüb alfa olub. Və burada olan o bucaqlar bəzən onu belə görəsiniz. Bucaq A, B, D. A, B, D, yəni bir də buranın bucağı da ortada gələn bucağın yerini göstərir. Bərabərdir bucaq C, B, D-yə. Digər bərabərliklərdə, məsəl üçün, bura üçün, həmçinin bura üçün özünüz verə bilərsiniz. Deməli, tən bölənlərin kəsişmə nöqtəsi üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzidir. Tən bölənlər, baxın, bir nöqtədə kəsişir, bura kəsişmə nöqtəsidir və həmin kəsişmə nöqtəsi üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzidir. Bunu çevrədə daha geniş formada öyrənəcəyik. Belə, üçbucağın tən bölənləri də deməli daxildə kəsişir gördüyünüz kimi. Tən bölənin xassəsindən danışmaq istəyirəm. Bir dənə üçbucaq çəkim. Çox mühümdür bu. Tən bölənin xassəsi və tən bölənin tapılma düsturları nədir? Olsun A, B, C bir üçbucaq. Tərəfləri də A tərəfi, B tərəfi, burada olsun C tərəfi. Məsələn, hələ göstərirəm. Bir dənə buradan bir tən bölən çəkirəm. Olsun BD tən böləni. Və tən bölən buranı yarı bölür. B bucağı deyə beta deyirəm. Alfa nə istəsəz deyə bilərsiniz. Tən bölənin deməli xassəsi nədir uşaqlar? Burada 2 dənə deməli hissə ayrıldı. Həmin hissə bir-birinə bərabər deyil. Atıram məsəl üçün bura M-dirsə, bura N-dir. Yəni medianda bərabər hissələr alınır. Tən böləndə bərabər hissələr alınmır. Sadəcə bərabər bucaqlar alına bilər. Alına bilər, yox, alınır. Xassəsi bizə deyir ki, xassəsi bu B-nin bu A-ya nisbəti bərabər olur. Bu M-in bu N-ə nisbəti. Daxilə çəkilmiş, deməli, üçbucağın daxilinə çəkilmiş tən bölənin xassəsidir bu. Burada aydındır da A-nın da B-yə nisbəti, N-in M-ə də nisbəti doğrudur. Həmçinin, bunları silim, bir dənə də bunu göstərim. Həmçinin, bu B-nin M-ə nisbəti, diqqətli olun, B-nin M-ə nisbəti
A-nın N-ə nisbətinə bərabərdir. O da hardan çıxır? Tənasübdən çıxır da. Tənasübün xassəsidir. Yəni çarpaz vuranda görürsünüz ki, yenə B-in bərabərdir. MA bərabərliyi alınır hər birində. Bu deməli tənbölənin xassəsidir. Bir də var. Tənbölənin özünün tapılması. Yəni bu B-dəyə mən bir L hərfi desəm, tənbölənə bir L hərfi desəm, L hərfinin tapılması necə olur? L-nın kvadratı bərabər olur. Kök altında AB-nin hasili çıxılsın MN-in hasili. Əlbəttə ki, bu da modulda olmalıdır. AB nə idi? Tərəflər. MN nə idi? Oturacaqdan, deməli, tənbölənin çəkildiyi, belə deyək, tərəfdən ayrılmış hissələr. L-nın kvadratı belə yazıq da. L-nın kvadratı bərabərdir AB çıxaq MN. L-nın özü bərabərdir. Kök altında AB çıxılsın MN. Kvadrata yüksəldilmiş formada olanda kök olmur. L-nın özü bərabərdir. Deməli, AB çıxılsın MN modulda. Bu da tənbölənin üçbucağın daxilinə, diqqətli olun, daxilinə çəkilmiş tənbölənin tapılma düsturu. Daha sonra üçbucaqda deməli belə bir şey var. Bunda çəkim tənbölənə aid. ABC yenə olsun üçbucaq. Bu buradan tənbölən çəkilib. Aydın məsələdir ki, bu bucaqlar yarı bölündü. Beta mütləq tənbölən bucağı yarı bölməlidir. Bura A idi, bura B idi, bura M olsun, bura N olsun. Hərflərin bu yerin dəyişik yazılmağın falan narahat olmayın. Yəni necə istəsiniz xeyri yaza bilərsiniz. Məsəl üçün bu tərəfdə BA yazmışdım. Ondan eyni olsun. BA. Burada 2 dənə üçbucaq alınır. Amma burada sahələri fərqli üçbucaq alınır. Medianda sahələri bərabər üçbucaq alınmışdı. Burada fərqidir. S1 bir nə dedim, S2 bir nə dedim. Yadınızda saxlayın. S1-in S2-yə nisbəti bərabərdir B-nin A-ya nisbəti, o da bərabərdir M-in N-ə nisbəti. Yəni bu bərabərlik doğrudur. Belə, daha sonra iki daxili bucağın tənbölənləri arasındakı bucağın tapılması. Bir dənə üç bucaq çəkirəm. A, B, C tərəfin, deməli təpələrini adlandırdım. Nə deyirəm? İki daxili bucağın tənbölənləri. Bu daxili bucaq, deməli, biri olsun bu. Bir də olsun bu. Bu kəsişir deyə mən də burada belə deyim də uzatmadım. Uzantıları yoxsa bu formada belə davam edir də. Bu axıra qədər. Bununki də belə davam edir. Mənə lazımdır bura. Bura. Bura bir alfa bucağı desəm, yuxarıda bir beta olsun. Yadınızda saxlayın. İki daxili bucağın tənbölənləri arasındakı bucaq, tənbölən, bax 2 dənə tənbölən bura O olsun. AO ilə OC tənbölənlərdir. Onların arasındakı, baxın, bu alfa bucağı bərabərdir 90 dərəcə plus beta bölünsün 2. Beta da bu böyük bucaqda, baxın, buradakı təpə bucaqdır. Bu düstur ödənilir. Bu tənbölən olduğu üçün bura buna bərabərdir. 2 dənə də xətlə belə göstərirəm ki, burada bura bərabərdir. Sonra bəs iki xarici bucağın tənbölənlər arasındakı bucağın tapılması nətər olardı? Bir dənə üç bucaq çəkirəm. Olsun üç bucaq. Xarici bucaqda nətər çəkirdi? Uzantısın. Baxın, buranın uzantısını belə göstərirəm. Bunun da uzantısını belə göstərirəm. İndi bunun tənböləni, bu bucağın tənböləni nədir? Buradan belə bir xət çəkirəm. Bu bucağın tənböləni nədir? Digər rənglə də onu çəkirəm. Bunlar bir nöqtədə kəsişir də çöldə. Düzdür? Burada aydın məsələdir ki, bir dənə alfa bir bucaq alındı. Burada bərabərdə. Bunlar bir-birinə bərabərdir. Bunlar da deməli bir-birinə. Üçbucağı da adlandırın. Üçbucaq qırmızı olandı bu arada ABC. O digər qara ilə çəkdiyim uzantılardır. Yəni xarici bucağı çəkmişəm və deməli AD ilə də CD tənbölənlərdir. Xarici bucağın tənböləni. Burada da bir beta bucağım var. Alfanı tapanda, yəni iki xarici bucağın tənbölənləri arasındakı bucaq alfa bərabərdir 90 dərəcə çıxılsın beta bölü 2. Bayaqkında diqqətli olun.
90 dərəcə plus beta bölü 2 idi. Burada 90 dərəcə çıxılsın beta bölü 2-dir. Bu daxildəki idi, bu da xaricdəki tənbölənlər arasındakı bucağın tapılması. Belə, bu da tənbölən. Gəlirəm indi hündürlükdən danışmağa. Hündürlük. Hündürlük nədir? Üçbucağın təpə nöqtəsindən qarşı tərəfə və ya qarşı tərəfin uzantısına endirilən perpendikulyara hündürlük deyilir. Perpendikulyara və ya məsafəyə belə, yəni hündürlük deyilir. Deməli, bu üç dənəyə yenidən bir aydınlıq gətirək. Median nə idi? Qarşı tərəfin ortasına çəkilirdi. Bura A-dırsa, bura da A-dır. Bax, bura yəni bərabər olur da. Sonra tənbölən nə idi? Bucağı yarı bölürdü. Bura alfa idisə, bura da alfadır. Hündürlük uşaqlar, hündürlük. Qarşı tərəfi endirilən məsafədir. Məsafədirsə, bura 90 dərəcə yaradır. 90 dərəcə yaradır. Olsun ki, ABC, burada olsun BH hündürlüyü. BH hündürlüyü, yəni orada 90 dərəcəlik hökmən burada 2 dənə bucaq yaranır. Belə, üç bucağın 3 dənə hündürlüyü olur. Onlar bir nöqtədə kəsişir. Baxın, 3 dənə tənbölən olur, 3 dənə median olur, 3 dənə də hündürlük olur. Hündürlüklər üç bucağın daxilində də kəsişə bilər. Üzərində də kəsişə bilər, xaricində də kəsişə bilər. Və buna görə onu deməli göstərək ki, hansı formada daxildə olur, üzərində olur, xaricdə olur. Birinci, üç bucaq iti bucaqlı üç bucaqdırsa, yəni üç bucağının üçü də iti bucaqdırsa, 90-dan kiçikdirsə, ABC üç bucağı, alfa, beta, bu da gamma. Alfa, beta, gamma üçü də kiçikdir 90 dərəcə olarsa, deyirdik bu iti bucaqlı üç bucaqdır və iti bucaqlı üç bucağın hündürlükləri daxili oblastda kəsişir, daxilində kəsişir. İndi bunu göstərsəm, bura olsun AH1, bura olsun BH2, C-dən də çəkilən olsun ki, CH3. 3 dənə hündürlük və hər biri mütləq 90 dərəcə yaratmalıdır uşaqlar. Sonra burada da 90 dərəcə olmalıdır. Baxın, bu daxildə kəsişdi. Kəsişmə nöqtəsi də məsəl olsun bir K nöqtəsi. Bu belə iti bucaqlı üç bucaqdır. İti bucaqlı. Bucaqlı. İkinci. Üç bucaq düz bucaqlı üç bucaqdırsa, yadınızda saxlayın, düz bucaqlı üç bucaqda hündürlüklər üç bucağın təpə nöqtəsində kəsişir. Yəni 90 dərəcəli bucaqda kəsişəcək. Deməli, düz bucaqlı üç bucağı çəkirəm. Çəkdim. Bunun bir hündürlüyü budur. Buradan bura çəkilib. Bir hündürlüyü budur. Yadınızda saxlayın. Üçbucağın digər, düz bucaqlı üçbucaqda digər iki hündürlüyü elə katetlərin özüdür. Biz buna katet deyəcəyik. A kateti, B kateti. A ilə B katetlər elə həm də hündürlükdə, həm düz bucaqlı üçbucağın. Baxın, onda bunların üçü harda kəsişdi? Budur. A, B, bu da olsun məsələn H1. Elə bu olsun H2, bu da olsun H3. Baxın, harada kəsişdi üçü də. Bu da burada kəsişdi. Deməli, düz bucaqlı üç bucaqda hündürlük, baxın, üç bucağın təpə nöqtəsinə düşdü, kəsişmə nöqtəsi. Bir də var, üçüncü, kör bucaqlı üç bucaq. Kör bucaqlı üç bucaqda hündürlüklərin uzantısı üç bucağın xaricində kəsişir. Tərifində də zaten biz nə demişdik? Demişdik ki, üç bucağın təpə nöqtəsindən qarşı tərəfə və ya qarşı tərəfin uzantısına endirilən median. Qarşı tərəfin uzantısı kör bucaqlı üç bucaqda yaranır. Bir dənə kör bucaqlı üç bucaq çəkeyim. Daha aydın olacaq fikirlərim onda. ABC. Bunun bir hündürlüyü daxildədir, aydın məsələdir. Bu daha, bu olsun, bu BH1. Bunun A tərəfinə, indi
belə deyək də çəkilən hündürlük. Yəni A tərəfinə deyəndə ki, olsun ki, məsəl üçün AB tərəfinə çəkilən hündürlükdə. Elə bir biz AC-yə çəkiləni H1-dən göstərdik. AC-yə böyük tərəfə çəkilən hündürlüyü H1-dən göstərdik. Qaldı digər iki tərəfdə AB ilə BC. İndi AB-yə çəkilən hündürlüyü, mən buradan A-dan başlayıb hündürlüyü çəkmək istəyirəm. Düzdür? Baxın, çəkirəm də belə. Amma bu məcburam ki, BC-ni onda belə uzadım ki, mən o A-dan başlayıb hündürlüyü çəkə bilim. Baxın, düşdü bir də çölə. Gördünüz, uzantısına düşdü. Deməli, mən A-dan başlayıram, hündürlüyü çəkirəm, olur bu HA hündürlüyü. HA hündürlüyü BC tərəfin uzantısına düşdü. İndi bir də C tərəfindən də çəkməliyəm axı. C tərəfindən nətər çəkməliyəm? Bu C-dən başlayıram, hündürlüyü beləcə çəkirəm. Düzdür? Bu çəkirəm gedir. Hara gedir? Hara qədər gedəcək? Məcburam bu AB-ni bu formada belə uzadım ki, o gəlib oynan, deməli, hündürlük yarada bilsin. 3 dənə hündürlük çəkdim. Deməli, 2 hündürlük xaricə düşdü. Baxın. İndi bunları, bəs bu hündürlükləri mən necə kəsişdirim? Necə? Məcburam bunu uzadım, belə gəlir bura. Sonra bunu da bu formada uzadım, gəlsin bura. Baxın, belə oldu. Bu H1 var, AC-yə çəkilən balaca hündürlük. Onu da bu formada belə uzatsam, gördünüz mü? Deməli, kör bucaqlı 3 bucağın hündürlüyü xaricdə bu formada bir K nöqtəsində kəsişdi. Belə. Bu da 3 bucağın, deməli, bucaqlarına görə hündürlüklərin göstərilməsi. Sonra 3 bucaqda böyük tərəfə kiçik hündürlük çəkilir. Kiçik tərəfə də böyük hündürlük çəkilir. Elə onun ən bariz nümunəsindən biri. Baxın, AC tərəfi böyükdür. Onun hündürlüyü amma baxın balacadır. Yəni, belə deyək də, hündürlük. Tərəfləri A, B, C belə olsa, onda HA kiçikdir HB, kiçikdir HC. Yəni ki, 3 bucaqda böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə böyük hündürlük çəkilir. 3 bucağın onda tərəflərinin uzunluğu ilə tərəflərə çəkilən hündürlüklərin uzunluğu tərs mütənasibdir. Yəni A tərəfi böyük tərəfdirsə, ona çəkilən hündürlük kiçik hündürlük olacaq. 3 bucağın tərəfi və həmin tərəfə çəkilən hündürlük verirlərsə, uşaqlar, sahə çox rahatdır. Sahə, yəni SABC bir 3 bucaq olsun, sahəsi A vurulsun, HA bölünsün 2 düsturu ilə tapılır. Məsələn, A tərəfindən çəkilmiş hündürlük olanda. Sonra SABC bərabərdir. Məsələn, B tərəfinə olsa nə olardı? B vurulsun, HB bölünsün 2. Burada B tərəfdir, HB isə həmin tərəfə çəkilən hündürlükdür. Sonra SABC bərabərdir, C vurulsun, HC bölünsün 2 düsturu ilə, deməli, tərəf və tərəfə çəkilən hündürlük verirlərsə, sahə bu formada tapılır. Burada bəzən SABC də yazılır, S3 bucaq işarəsi də qoyulur. Yəni, hər formada görə bilərsiniz. Sonra danışmaq istəyirəm Heron düsturundan. Heron düsturu nədir? Düzdür, 3 bucağın sahəsindən danışında daha geniş formada deyəcəm hər birin. Amma burada bu hündürlüyün tapılmasında istifadə edilir bu düstur, onun üçün deyirəm. Heron bizə deyir ki, P bərabərdir A plus B plus C bölü 2. Yəni, buradakı P yarım perimetrdə uşaqlar, tam perimetr deyil. Yarım perimetr. Yarım perimetr nədir? Perimetr 3 bucağın 3 tərəfini toplayasınız, 2-yə böləsiniz. Ümumiyyətcə, Heron düsturu nə vaxt istifadə olur? 3 tərəfin 3-ü də verilərsə, 5, 6, 7 məsələn, 3 bucağın 3 tərəfi də verilərsə, Heron tətbiq edəcək. Heron düsturuna görə sahə necə tapılır? Birinci yarım perimetr tapılır. Daha sonra S bərabərdir kök altında. P vurulsun, P minusa, P minus B, P minus C düsturu ilə tapılır 3 bucağın sahəsi. SABC 3 bucağı. Burada P yarım perimetrdir, yəni budur. Həmin o yarım perimetrdən bir dəfə A tərəfi, bir dəfə B tərəfini çıxasınız, bir dəfə də C tərəfini çıxıb bir-birinə vuracaqsınız. Başda da mütləq P-nin özünə vurulacaq. Bu, Heron düsturuna görə 3 bucağın sahəsinin tapılmasıdır.
Bəs yaxşı, bunun hündürlüklə nə əlaqəsi var? Biz nə demişdik? Biz demişdik ki, sahə nəyə bərabər idi? S bərabərdir. Məsələn, A HA bölünsün 2, düzdür? Ha bu sahə, A bu sahə eyni olmalıdır. Nəticə eyni verəcək sizə. Nə olsun, düsturlar fərqlidir. Onda bu düstur o düstura bərabərdir. A HA bölünsün 2 bərabər olacaq. P vurulsun P minus A, P minus B, P minus C bərabərliyi doğrudur. Buradan HA-nı nətər taparam? Hər tərəfi 2'ye vuraram. Olacaq AHA bərabərdir 2. P minus A, P minus B, bir də P minus C. Sonra hər tərəfi də A'ya bölsəm nə olacaq? HA bərabərdir 2. P minus dana P minus B, bir də P minus C. Bölünsün. Deməli, hər tərəfi A'ya bölmüşdür. Baxın, gördünüz, hündürlüyə görə, yəni hündürlüyün Heron düsturu ilə necə əlaqələndirdik. Belə uşaqlar, eyni formada sizdən də tələbim nə olsun, öz şagirdlərim, siz özünüzdə kim baxırsa videoya sərbəst edə bilərsiniz. Bu düstura əsasən özünüz HC-ni, bir də HB-ni də tapıb mənə şəxsdə göndərə bilərsiniz. Bir də nə var? Hündürlükləri verilmiş üçbucağın mövcudluğu haqqında bu bərabərsizliklər doğrudur. Yəni nə? 1 bölünsün, deməli HA çıxılsın 1 bölünsün HB modulda. Kiçikdir 1 bölünsün HC. Sonra bir də nə? 1 bölünsün HA üstə gəlsin 1 bölünsün HB. Yəni HC-nin, birin HC nisbəti digər iki hərfdə, digər iki hündürlük tərəflərə çəkilən hündürlük belə deyək. Onların fərqindən deməli böyük olur 1 bölü HC. Cəmindən isə kiçikdir. Digər hərflər üçün də yazmaq olar. 1 bölünsün məsəl üçün HA üçün. Olacaq 1 bölünsün H, B çıxılsın 1 bölü HC, 1 bölünsün HB, üstə gələ 1 bölünsün HC. Bir də hansı qaldı? 1 bölünsün HB. Yenə 1 bölünsün HA üstə gələ 1 bölü HC. Bu tərəfdə də modulda 1 bölünsün HA çıxılsın 1 bölünsün HC bərabərsizlikləri doğrudur. Median tənbölən hündürlük. Bunların müqayisəsi necədir? Yadınızda saxlayın. Median böyük bərabər olur LA, yəni bu tənböləndir. Tənbölən. Bir də o da böyük bərabər olur HA. Yəni bu bərabərsizlik doğrudur. Niyə bərabər olur yazmışam? MA, LA, HA nə vaxt bərabər olar? Deməli, bərabər tərəfli üçbucaqda bərabər olacaq. A, B, C yazdım. Bu MA-dır. Yəni mediandır. Olsun da bura MA. Sonra bu L'dir. L. Yəni tənbölən. Bu isə H-dır. Yəni bunlar arasında odur ki, ən böyücü median olur, sonra tənbölən ola bilər, sonra isə ən balacası isə hündürlükdür. Belə. Bir də bayaq unutdum deməyi, onu da indi əlavə edeyim. O üçbucağın daxilinə çəkilmiş tənböləndən danışdıq biz. Üçbucağın daxilinə çəkilmiş tənbölən. Bəs onun xaricinə çəkilmiş tənbölən necə tapılar? Onun xassəsi necədir? Onu da deyim. Bir də üçbucaq çəkirəm. Olsun məsəl üçün ABC üçbucağı. B-nin uzantısını belə göstərirəm. Buradan da bir dənə tənbölən çəkirəm belə. Tənböləni hətta başqa rənglə göstərirəm. Bax, bu tənböləndir. Yəni, bura bir betadırsa, burada bir betadır. Aydın məsələdir ki, mən bu C-ni də uzatmalıyım ki, o tənbölən bir yerdə kəsişsin də C-nin uzantısı ilə. Burada olsun, deməli B, D mənim üçün oldu tənbölən. Tənbölən. Aha. İndi bu ABC, baxın bu ABC üçbucağıdır. ABC-nin üçbucağının xaricinə çəkilmiş tənböləndir. Bir dənə tərəfin uzantısına xaricə bir tənbölən çəkdim. C
tərəfinə baxan tərəfə bir C tərəfi, B-yə baxana bir B deyim, sonra A-ya da baxana bir A deyim. İndi tənböləni də bir L hərfi ilə göstərim. Hansını adlandırmadım? Bu uzantıya bir ad qoymadım, orada bir M deyəm. Xassə nədir? Xassəsini yazıram əvvəlcə. Xassə odur ki, bu C'nin A'ya, bax buradakı A'ya nisbəti bərabər olur. C'nin A'ya nisbəti bərabər olur. B plus M'in M-ə nisbətinə. Bu xassə keçərlidir. Deməli, təkrarən deyirəm. C'nin A'ya, yəni bu tərəfə nisbəti bütövlükdə AD'nin, yəni B plus M'in təkcə uzantıya, bax buradakı B'yə, M-ə nisbəti doğrudur. Bu bərabərlik xassəsidir. Xarici çəkilmiş tənbölənin. Bir də tənbölənin tapılması necə olur? Yəni o el necə tapılacaq? O el deməli bərabərdir. Kök altında M, bu uzantı M vurulsun B plus M-ə, çıxılsın A, C-yə modulda. Necə yadınızda saxlayın? Bu xassəni o dəqiqə yadınızda saxlayın. B plus M-ə vurdum. C-ni də A-ya vurdum və bir-birindən çıxdım kök altında. Və ya köksüz yazsam necə olacaq? Kvadratla. Yenə modulda M vurulsun B plus M, çıxılsın A, C. Belə uşaqlar, bu qədər izah elədim hələ ki. Çox geniş mövzudur. Mütləq davamı gələcək inşallah. Kanalıma dəstək olub, deməli, yaxınlarınızla bölüşməyi unutmayın. Əgər videonu bəyəndinizsə, orada bəyənmə işarəsinə basıb kanala dəstək ola bilərsiniz. Belə, növbəti izahlarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.